Salam aleyküm. İlk növbədə Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allah onların yaxınlarına səbir versin. Məkanları nurla olsun. Allah cəmi qazilərimizə şəfa versin. Cəmi döyüş yoldaşlarına, mənim döyüşənlər, Süleyman, Qazi Dadaşov Süleyman Əldursunoğlu, Səlyanın Qaraçay qəsəbəsindən. Qardaşlar, salam aleyküm. Cənab Prezidentə, salam aleyküm. Mehriban xanım, aleyküm salam. Heydər Qaqa, salam aleyküm. Heydər Qaqa, mən axırıncı dəfə vəzifə düzəlib, haqlı hərəkətləri hamı ələt edib, yəni ki, belə o da deyim ki, mən ara bir fikirlərdə olmuşam, yəni ki, hamının əli var mənə qarşı olan haqsızlıqlarda. Ancaq siz mən haradan, yəqin ki, bilmirsiniz nələr baş verir. Cənab prokuror Kənan Əliyev cənabları soram. Xanım Ombudsman Səbinə Əliyeva. Hamımızın adı burada dəftərdə var, yazmışam. Mənə əziyyət veriblər tibb məntəqələrində. Hamısını qeydiyyat almışam. Hər şey yaddaşla, yadıma salıb, obrislər, bunun tibbləri biləcəyini hamısını yazıb qeydiyyat almışam dəftərimdə. Yadımdan çıxmasın, əzbərləmişəm. Baş istinaq idarəsi müəllimləri mənim işimi, mənə qarşı Azərbaycan Respublikasında belə bir şərəfsiz əlindən əziyyətlər verirlər, əsəbiliyimizdən istifadə edirlər. Kontuziyum, mənim döyüş yoldaşlarımın psixi xəstəyəm. Döyüş yoldaşlarımın şahidlik ifadəsi var. Mən necə vuruşmuşam və necə Mehmani şəklində 92-ci ildə Lənkəran Batur'un Allah rəhmət eləsin, cəmi şəhidlərimizə, qazilərimizə şəfa versin. Orada şəhid verdilər, qazilərimiz oldu. Götürə bilməmişdilər. Bizə xüsusi tənəssümü irəli deyildi. Adana 2 çappa samagon içdik. Getdik irəli. Döyüş yoldaşlarımın şahidlik ifadələridir. Mən necə neyləmişəm? Nazirlər Kabineti. Həqiqət xanım İsmailova, salam aleyküm. Hamını salamlayıram. Eliyar müəllim. Orada məni tanıyanlar. Cənab Əli Həsənova kimi, Ev Yaqubova kimi mənə qəbul ediblər. Həqiqət xanım İsmailova mənim işimi araşdırıb, döyüş yoldaşlarımın şahidlik ifadəsini alıb. Şimdi göstərdiyim olan şahidlik ifadələridir. Bu 50 dərəcəmdir mən. 50 dərəcəmdir. Bizi göndərdilər, biz getdik. Mehmani şəklinə. Orada yazılıb 10 metrə qalmış birilər gəlib atmağa başladılar. Hamısı uzanmışdı. Necə batayım, hamı uzanmışdı. Mən qala bilmədim, durdum getməyə. Qardaşım Əzod Bacənoğlu, Səlyanın Qaraçay, Takənd kəndinə. Çin-çinə idi mən, hamı kimsə qabaqdaydı. Mənə tutdu, dedi mənə bırax və bataq. Qədərini götürmüşük, pekaplanmıyor atırdım. Olan silah əllərin altına, qabağına da bir deyəniyə görə teşekkür edirəm. Durdum, getdim Cənab Prezident, çəyərdim, teşekkürün 1 saniyə, 2 saniyə susmağına hesab edirəm. Yekə ağacın qabağında oturub teşekkür edirəm, çəyirdi. Deşik eləmişdim, o öldürmüşdüm. Çilyə biraz qabağa getdim, gördüm, qaçırlar. Döyüş yoldaşlarımız çağırdım, qaçırlar qardaşlar, yəni durdum aşağı yaşımı, qırdıq döşlük, qoladı hamısı. Orada uşaqlar yazıb, mən bir neçə nə qədər öldürmüşəm. Erməni şərəfsizlərdən ki, həmin niyə girib. Cənab Prezident, mənə qarşı, bizim qazilərə qarşı, belə ki, Azərbaycan Respublikasında o şərəfsizlər çoxlu təşkil edir. 1-ci, 2-ci Qarabağ döyüşlərində hansı döyüşlər olub,
atıb qaçanlar çoxdur. Döyüş zamanları var ya, döyüş zamanları 92-dən ən qaynar vaxtları başlayandan atıb qaçanlar çoxdur. Başqa ölkəyə gedənlər oldu. Azərbaycanda var. Onlar kimi dayısının əlinə, kimi əmsinin dayısının əlinə, kimi vəzifəli qohumun əlinə getmədilər. Onlara göz yumuldu. Yəni ki, onların bizi görməyə gözləri yoxdur. Mən hətta özümüzə elə demişəm ki, qazi olmuşsunuz, Allah cəmi qazilərimizə şəfa versin. Danışmayın elə şeylərə. Siz bilmirsiniz, ancaq quruma qurub şərəfsiz eləyirlər. Tələ qururlar, quruma qururlar. Cənab Prezident, demək istəyirəm ki, mən heç vaxt cinayət eləməmişəm. Heç vaxt cinayət eləməmişəm. 2007, 8, 9 o vaxtdan bəri mənə şərlər atıblar. Aclıqlarda özümü kəsib doğramaqla. 10 gün, 15 gün bunlar buradan. Özümü kəsmişəm. 100 qram içdim gözümün qabağına, elə bilməm üstümə gəlirlər. Həyat dolu polislərdir, kimlərdir, nədir, qarabası. Doğradım özümü, başımı, yenində. Boğazımı kəsmişəm, neçə il bundan qabaq, 4 dəqiqə həyatıma qalmışdı, Semaşqada mənə qutardılar. Orada ayrıldım, tikdilər, elədilər. Canlı yaymışam hamısını, var bir dəqiqədə atmışam, TikTok, YouTube, Facebook'da, Instagram'da, hər yerdə var ki, onu mən fəxr eləməsini atmamışam. Demişəm ki, yəni ki, demək istəyirəm ki, bizim xəstəliyimiz budur, cənab prezident, bizim xəstəliyimizin adı budur. Yəni ki, mənə birinci qrupu verdilər. Birinci qrupu verdilər. Əsəbliyimdən istifadə edib, belə şeydə edirlər. Və bizim kənddə çayxana var, orada oturmuşduq. Mənim beynimə dolanda oturub çay içərsən, nerede oynayam, yardırsan. Bir bakal pivə, 2 bakal pivə içərsən, beynimə dolu ki, mənə evimi vermirlər, bu yaşı gəlmişəm, hələ evimi vermirlər, maşın vermirlər, başından yaralamısan, o bözü, heç nə vermirlər. Pensiyaya təqaüt allam, Allah köməyiniz olsun, verirsiniz allam. Elə şeylər beynimə dolanda gün ortaya kimi oturur, orada oynayır, çaydan zatdan, pivədən zatdan içirir. Mən durdum, evə getmədim. Beynim doldu fikirlə getdim, elə bir ki, körpü deyil bizim kətdə, körpü kanal körpü, Kürün qoldu kanal körpüsünü keçsən oyna, marketdir. Həmin mənə bu şər atan Həsənov Teymur Təbəşoğlu'nun marketdir. Bu marketin qabağında taksilər yanır. Qaqaş etdim, mən atdı yola, girdim Vətən Kaviyə, tutdum bilməm 200 qramdan artıq çəbilməm. Mən öyrəm, 200 qramdan artıq çəbilməm. 250 qram, patolog 300 qram araq içmişdim. Özümə para bilirdim. Oradan durdum, axşam idi, keçdim. Gəldim, bunlar hamısı yazılıb, qeydiyyat olunub ki, yadımdan çıxmasın. Mən nə eləmişdim, yadımda deyildim. Sonra yadıma saldılar. Orada gedəndə, məsələn, marşrutdur, taksidir, oradan kəndin içinə girirsən, Şirvan Səlyan trasının yolunun qırağıdır, Vətən Kafe. Kəndə gəlir, o marketin qabağında saxlayır, düşürsən. Öyle gün olmuyor ki, mən orada girib, məsələn, sunmu, pivə həmisi qeyd etməyir, pivə hamisi, mən içmirəm, düzdür, içmirəm. Girdim, sigaret alanda, Həsənov Teymur Təbəşoğlu mənim vaxtı ilə Qarabağda döyüşəndə, evə yaralanıb gələndə, ya belə evə buraxılıb gələndə, kətdə mənə görürdü, belə yaltaq kimi qabağıma çıxırdı. Başa dönərəm söyləyib. Ay, sən qəhrəmansan, sən qurursan, belə eləmirsən, səndən televizdə göstərirlər, səndən beləsinə. Onlarda ki, böyük vəzifəli arxaları var, qohum əqrəbələri. İmaməddin Abbasoğlu keçmiş polis polkovniki, onun dayısıdır. O cinayət eləmişdim, xanıma 1 milyon dövlət mənimsəməyinə görə, bilməm, belə şeylər görə, bilməm, onun üçün nə qədər cəz, 4 il cəldi azadlığa çıxıb.
Mənə şəratan müstəntiqin dostlarıdır. O birisi müstəntiqin, onun da ikisinin də dostlarıdır. Belə mənə şər atdılar, belə bir şey elədilər. Və cənab prezident, siqaret aldım Həsən Teymur Təbəşoğlu'na. Mənə bu qrubu danışdı. Mən dedim ki, biraz axıllı ol. Getdim elə bir ki, oradan Bahçetin əvvəlinə içəri girsən, o başından qapıya kimi gəldim. İkinci dəfə yenə də söyüşlə danışdı. Əvvəldə nə söyüşlə danışdı? Mənə söyləmiş, Slaviyes'in söyüşlə danışırdı. Mən dedim ki, ölmək istəyirəm. Yenə işləyirsən, filansinə bir şeylər. Üçüncü dəfə qapıya çatanda ki, qapıya çatmamış birisi yarım metr döyür qapıya kimi. Axırıncı polkasıdır, üstündə üşəyə. Başım çöndü, özümdən getdim, vurdum şəhəsində dedim. Qapının aşağısında beləsi kəsik bir də, kəsik para beləsinə köhnə üşə. Qapıya taxlı təzə şey yox, köhnələr ora sallayıblar, götürüb nəsə atmaq üçün nə içinsə, o qapının aşağısına belə sallayıb vururlar. Təpin ovasını dedim, polkanın köşəsində dedim, bunu üzünə söydüm. Həmin anları Teymur telefona çəkdi. Mən sporlaşırdım ona, nə bilinsinə. Harasa 25 dəqiqə, yarım saat məhkəmə özü dedi ki, 25 dəqiqə yarım saat. Bunlar ifadə verir ki, 2 saat, 3 saat ki, orada mən. 25 yarım saat belə mübahisə. Mən aynı momentdə çönürəm, özümdən çıxdım, sonra özümə gəldim. Məsələn, əzizim üçün olursun, nəsə belə hissənəndə mən peşmansız da deyirəm ki, mən bəyən ki, özümdən çıxdım, özümü kəsdim, doğradım. Bədənimdə saat yox, yer yoxdur. 15 gün bundan qabaq evdə var, demişəm, bunu kəsdim. Sonra canını atmışam, Bakıda 4 dəqiqə həyatıma qalmışam. Semaşqan həkimlərə çatdırdılar, Skorina, polislər. Orada 4 dəqiqə həyatıma qalmışdı. Tiklərdə canını hamısını yaymışam, TikTok, YouTube hamısını. Cənab prezident, hər şey mənim yadıma salıb, danışıblar necə olub, yazmışam, götürmüşəm hamısını. Teymurun satıcısı var şəxsən, onun ifadəsi də var. Cənab prezident, mənim əmmin yeznəsi Araz keçmiş polis işçisi həyətində qalır, bir həyətdə ara keçmə var. Bir də kəndimizdə Əhməd var, 100 qram arağa, bir pulka arağa kimsin sən şahid edəsin. 2017 neçədir, əmimə şəhər atıb, ora bura qışqırırdım, həm seyircə düzümdən qoydum, deyir, bizə edib, eləyib. Şəhər mənə polisə vermişdi. Nazirlər kabinetində Həqiqət xanıma dedim, belə bir şeylərdi. İşim Akif müəllimdə idi. Akif müəllim, anamla oturmuşduq. Həqiqət xanım hər şeyi bilib araşdırıb. Hakim müəllimə cəhd gəldi ki, bizim yanımıza, o bizim fəxrimizdir, əmisi o hissəndirir, özündən çıxardır ki, qazi, o qazi olması olsun ağır bir şeydir, o biz bilir, yəni ki, onun əsəbini o əziyyət verir, onu şər atmaq istəyir. Bıraxın, izahatını götürün. Əmmə demək üzr istətdirirlər. Həqiqət xanım, həmin şahidlərdə Hindiba Həsənov Teymurun içində şahidlərdir. Əmmin gecəsiz Araz, bir də ki, Əhməd əmin. Həqiqət xanım, onlar, cənab prezident, Həsənov Teymur Gil Qarabağlı kəndində, bizim kəndə o vaxt götürüb gəliblər. İndi bu yaxında mən ilişməmişəm, mənə icazə verməmişəm. Biraz qabaq bizdən 3-4 ev var ilə ev alıb, əmim ilə cici bacıqlarını görürdüm. Deyirəm, evi yoxdur. Həqiqət xanım, o vaxtdan bəri 2024-cü ilə kimi heç nə olub. Hələ də onlarla mən heç bir sporum, söhbətim olub. Mən elə şeylər eləmirəm. Ancaq bu yolla elədilər. Cənab prezident, Həqiqət xanım
Yəni ki, adınızı çəkməkdə deyimi mən sizi burada görürəm ki, yəni ki, siz bu hüquqşünas, siz yuristsiniz, siz bilirsiniz mən nə demək istəyirəm, hər şey mən başım ağrıyaraq, özümü doğruya belə vəziyyətə gəlib çıxmışam, fikirləşmişəm bunların hamısını ki, bu mən belə deməliyəm. Mənə həddə qorxucal gəliblər ki, belə şeylər eləmə, mən belə eləyəcəyik. Yəni ki, sən mən mənim başım üstündür, mən bunlardan qorxmalıyam. Mən olanları beləsinə danışmalı deyirəm. Mən hər də qorxucat gəlir. Polislər tərəfdən, məhkəmə tərəfdən, Bakı məhkəməsi, heç hamısı mənə qarşı haqsızlıq ediblər, mənə şər atıblar. Hamısı, ömür boyu mən cinayət eləməmişəm, mənə şər atıblar. Mənə cəza çəkmə müəssisəsində 1 illə 3 ay bilməm qədər orada burada hər yerdə tibb məntəqəsində aclıqlarla 2 ay bir, mən 1 ay bir, 3 ay bir aclıqlar eləmişəm. Özümü kəsib doğramışam, boğazıma kimi, qoluma kimi qanlar sıxılıb məndən. 5 saat cəza çəkmə müəssisəsinin tibb məntəqəsində gündə 2 list və psixodərman verdilər. 200 psixodərman verdilər. 17-si, 18-ni mən özüm itirdim. 10 neçə də yuxu dərmanı verdilər. Eləməyə saxlayırdılar. Amnisiya ilə siz sağ olun cavab verirsiniz. Amnisiya ilə çıxdım. Mənə bu canlı danışmağım mənə böyük bir təhlükə döyməsin. Mən gələcəklər mənim erməninin qarşısına mən çıxmışam. Düşmən bilmişəm. Bunları mən şərəfsiz kimi bilirəm. Bunları mən elə bir ki, bir sanmış kimi görürəm. Mən ona qabında dərhal özümü kəsib doğrayıb öldürəcəm cənab prezident. Elə bir şey olsa bilin ki, belə bir şey olub. Bunlar gəliblər mənim üstümə. Mən bunları danışıram, heç kimdən qorxmuram. Sizə güvənirəm. İstəyirəm ki, siz mənə cənab prokuror, başımız istinaq idarəsi, cənab prezident, Mehriban xanım, Ombudsman xanım, Səbinə Əyəba, görünəcəyəm, Heydər Qaqa görünəcəyəm. Sizə güvənib danışıram mən bunları. Mənə ömür boyu şəhətimdə, ömür boyu cinayət eləmişəm, hamısını araşdırırsınız. Mən əllərimdə 2007-dən, 8-dən, 9-dan bəri bütün sənədlərim qalıb qanun içində belə. Necə haqsızlıqlar, hamısı var, əlimdə subutum zaten, hər bir şeyim var, özümə arxiyinə. Şəhər atıblar mənə. Həsənov Teymur marketində, səndə mən əmin gedəsi Arazda var, həmin Həsənov Teymur deyir ki, mənə o hissəndirir, müstəntiq mənə ifadə almaq üçün ora gedəndə, mənə fəxrimsən deyə də, ay, nə danışsan, o şərəfsizlər görün, onlar səni hissəndirlər, sən bizim fəxrimizsən. Mənə qol çəkdi, ancaq qol çəkdiyim yerləri görmüşəm ki, qol çəkirəm, qol çəkdir mənə hər şey. Elə də Səlyan məhkəməsi, mənə fəxrimsən deyə. Biraz keçdi, müstəntiq çağırdı, biraz o bir neçə ay sonra məhkəmədən biraz qabaq etdi, müstəntiq çağırdı, iş bağlamaq nədir ora. Həsənov Teymur Təvəkküloğlu getdim, mən də getdim. Müstəntiq mənə qarşı çıxıb, toyama baxıb xılıb, mənə xiti bir cəmaatın marketini belə şeylər, əl olun, bilmirəm. Sənin üçün cinayətçi bir daxı, Xırqanlıq maddəsi 203-cü bəndi ilə 2 ildən 5 ilə mənə iş atıb, cənab prezident mənə oradan lap əvvəl Məşdağıya göndəriblər, 15 saniyə. 15 saniyə ekspertiz oldu. 15 saniyə gedə bilərsin. Şurdaxanı və onun Bakıdan göndərdilər. Orada 15 saniyə. Yəni ki, mənə hüquqşünas bəlkə zat deyəcək, sən aşağısı beləncə keçməyərdin, belə olmadı. Gör mən bu cinayət eləmişəm, bunu mən anlamlı eləmişəm, həm nə eləmişəm beləsin, həm belə. Dəli olmam beləsin, mən özümdən çıxmışam, mən heç müstəntiq yanına gedən kimi mən heç yadıma düşmürəm, mən nə eləmişəm. Sonra mən işi bilən sonra oradan müstəntiq yanına çıxdım, gəldim, girdim həmin marketə,
Həsən Teymur saçına dedim ki, nətər olub burada, bu mənə danışır ki, səs yazısı var idi, tapacam onu cənab prezident, səs yazısı var idi, siliblər ya, nəsə olub, yoxdur, istəyənə kimi burada deyil, istəyənə kimi telefonu deyil. Hə, nə danışırdım, yadımdan çıxdı, nə danışırdım, bir təmkinli olun, fizikayı çəkim. Yalan ifadələr, cənab prezident, yalan ifadələr verir cənab prezident, Həsən Teymur Təvəkküloğlu. İfadə verir ki, ittiham haqqında da məhkəmədə də deyir, dəli olunub. Mən marketdə olmamışam deyir, ifadə verir ki, məhkəmə də bilə-bilə, müstəntiq də bilə-bilə yalandır. Göz yumurlar ki, mən Şirvanda olmuşam deyir, anamla Şirvandan maşından gəldim. Girdim marketə, gördüm ki, Süleyman həmən Əhmədlə ağzıma gələn söz ki, əlimdə nəm teşvik olub, nə olub, nəm başım çıxmır. Yalandan, onunla siz eləmişəm, bu girib aramıza eldi, o vadilə belə şeylər deyib ki, mən bunun da üstünə gəlmişəm, əlimdə, nə bilim, nə. Yalandır cənab prezident, Allaha and olsun, yalan söhbətdir, belə şeylər olmuyor. Satıcısı da səs yazısı var, deyir ki, Teymur sənə şəxsən hissən, Teymur marketdə olub. Özü şəxsən mənə hissəndirib, Teymur marketdə olub, Həsən Teymur Təvəkküloğlu, siqareti onunla almışam, o mənə hissəndirib, söyləyir, 3 dəfə xəbərlər eləmişim. Kameranın içində bilməm 3 dədə, 2 dədə, 4 dədə kamera var. Çöldə də 2 dədə beləcində bütün hər yeri çəkir. İçəri girişim kəsilib atılıb. Hansı ki mən o hissəndirir 3 dəfə xəbərdar edirəm. Həmin anı ora xəbərdar elədiyim anları kəsib atılıb kameranın içində. O an istiqa cəlb olunub ki, mən polkanın şəsindən bir də bunu söyləyirəm üzünə. Mən özümdən çıxanda özümü doğrayıram, mən ağzıma gələn danışıram. Sonra mən peşmançılığını çəkirəm. Mənə özümdən çıxartıb belə bir oyun oynayıblar. Cənab prezident, cənab baş prokuror, Mehriban xanım Əliyeva, Heydər Qaqa, baş istəqrəsi, mən maaşlığım, heç vaxt cinayət eləməmişəm. Heç vaxt cinayət eləməmişəm. Şərəfsiz olan yalan deyirəm. Heç vaxt cinayət eləməmişəm. Əgər mən eləmişəmsə şərəfsiz olurum. Əgər mən şərət olarsa, hamısı şərəfsizdir, bir qeyrətdirlər. Onlar hamısı şərəfsizlərdir, bir qeyrətdirlər. Gör, mən bir təmkinli olum biləm. Amma istəyirəm danışam, üzrü biləm. Biraz sakit danışım. Heç bir xəstəxanadan anası ilə biri də o gəlməyib. O marketdə olub. Cənab prezident, cənab baş prokuror, Mehriban xanım Əliyeva, Ombudsman, Səbinə xanım Əliyeva, baş istəqrəsi. Onun anası ora axırda gəldi. Demək, oradan biraz qabağa, arası körpü keçsin, marketdə, sırası kanaldan körpü keçsin ona. Hətta bir 15 metr, 20 metr şəhid bulağı var. Xəyal Qaqamın şəhid, Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Qəbirlərinin oradan da olsun. Xəyal Qaqamın şəhidi o xiyabandan aşağı, onun qardaşı oldu, kiçik qardaşı. Adı bir yadından çıxıb bilməm. Anası oradan çıxdı, marketə gəlib gələndə gördü ki, spor edir Teymur. O şey olub, 20 dəqiqə, 25 dəqiqə, bilməm, yarım saat məhkəmə özü də o saata baxıb, bilir ki, beləcə bir şey olub. Yaxşı, cənab prezident, bu şəhid ölsə, bəs o niyə görə mən marketə, yarım saat marketdə mən orada spor olub, mən marketə girişim, çöldən 2 dəqiqə kamera çəkir, kəsilib atılıb, içəridə də ki, mən necə o söyüşlə hissəndirir, onlar yoxdur. Ora kimi, kamera, telefona çəkir. Bəs mən telefonla çəkən kimdir? Teymur özüdür. Cənab prezident, mən ömür boyu şəhər atıblar, mən heç vaxt cinayət eləməmişəm. Xahiş edirəm sizdən araşdırma aparırsınız. Qəti qərar istintaq elətdirəsiniz. Mənə qəbul eləyəsiniz.
Mən hər şeyi sübut edirəm. Niyə görə axı televizorda kriminallar göstərirlər, hə, ki, cinayət edib aparırlar, cinayət edənsə, o cinayət edəni də aparırlar ora, tanış edir, harda, nəyə necə edib, niyə elə şeylər eləmədilər, niyə məni siz amnistiya edən kimi tibb məntəqələrində özümü kəsib doğruya doğru, aclıq eləyə, hə, psixi dərmanlarla, 30-35-də dərmanla, yuxu dərmanları ilə mənə saxlayıblar, amnistiya elə düz çıxdım. Hindi özümə gəlmişəm, bax, ağrıq yaman gündəydim. Özümə, məsələn, nifrət edirdim filmə baxanda. İndi özümə gəlmişəm, danışa bilirəm, oturmuşam, danışıram. Nə içmirəm, nə eləmirəm, 10 gündür, 15 gündür, axırında bir evdə, onun istəyədən sonra evdə var, bir yaxında 10-15 gündür var. Elə bilir, üzüm çəkirlər, polis cəzatda sürməsi, başımı kəsdim. 2 yerdən kəsmişəm, atmışam, canlı da var. İndi biraz sağalmaq kimidir. Əvvəl də kəsdiklərim var, atmışam, hamısı canlılar da var, TikTok'da cana prezident. Nə deyirəm? Teymurgül, mən əmimlə Diz Batırlarını dedim, nəsə, bir neçə ev var, bizə tutulmamışan qabaq ev alıblar. Bunlar hamısı qurma bir şeydir. Çayxanada oturub çay içəndə mən evimi vermirlər, qalmışam ata-ana yurdunda, hələ də mən evimi vermirlər, maşımı vermirlər, başını beləncə yerlərində mən beynim qara-qara pişirərəm, oldu, beləncə dururam, çıxıram. Abi də kimi oturur burada, abi daha evinə gedir. Mən evə getmədim, getdim Vətən kafeye. Vətən kafede düz marketin, Teymur Həsənov marketin qabağında taksi qaqaşlar yanır. Otururuq, benim qaqaş mənə atmır, pulum olmasın aparırlar uşaqlar, mənə sağ olsunlar, atırlar. Vətən kafenin qarşısına qayıtır. Atdım mən ora, girdim, bunlar mənə görüblər, getdim, biliblər ki, mən belə bir şey, şimdi beynim dolu bir yerində getdim, içib qaydacam. Tez çıxarmaq olar mənə özümdən. Cənab Prezident, həmən şahidləri, Həqiqət xanım İsmailova, Həqiqət xanım, görün nə deyirəm, həmən mən əfəmin, mənə o vaxtı şəratanda 107 düzmə yaduzadır, hələ heç sad olmaq, belə bir qurma qurdular mənə. Milyon faiz əminəm, yuxarıda da hardasa böyük vəzifəli şəxslər var, əlbir onlar mənə qəti şəkillə nəyin bahasına olmuş olsun, mənə ləşə vurmaq üçün bunu eləmək fikri ilə mənə elədilər bunu. Həmən şahidlər oradadır. Onlar heç, o marketdən biz alıb verəm, marketdən alıb veririk, evimizin yanında var, 3-də, 4-də, 5-də marketlərimiz var. Ora Krayniya, Bakıdan, Şəlyandan, Şirvandan gələndə maşından gəlsən, orada düşürsən, axırıncı sınıfı girirsən ora. Elənci halda girirsən. Və yalan ifadələrə göz yumdular, Cənab Prezident, Cənab Baş Prokuror, Cənab Baş Beyban xanım Əliyeva, Ombudsman xanım, Səbinə xanım Əliyeva, göz yumdular yalan ifadələrə, mənə belə əziyyətlər verdilər, özümü kəsdirlər dolar, özüm halım pisləşib, mənə güclü müalicə lazımdır hal-hazırda. Mən bilirəm pis haldayam. Mən bilirəm pis haldayam. Hər dəqiqə, hər saniyə özümə nəsə eləmək istəyirəm. Bunu ona görə danışdım. Mənə hər də qorxu zad gəliblər. O da danışıblar, mənə danışdırdılar ki, yəni ki, sənə qarşı belə olacaq. Başı salacaq nə. Həsənov Teymur Təvəkküloğlu danışıb ki, onun qaziliyi belənsinə, əmim də o deyirdi o vaxtı. Mən qaziliyim olan gözünə girinəydi. Həsənov Teymurgülün nəsilləri hamısı dövlətli, varırdılar, böyük vəzifəlidilər. Onların nəslində heç kim Qarabağa getməyib. Həsənov Teymurgülün neçə qardaşlar heç biri Qarabağda olmayıb. Heç biri Qarabağda olmayıb. Azərbaycan Respublikasında belə şeylər baş verir. Onlar çoxluq təşkil edirlər qazilərimizdən. Allah cəmi qazilərimizə şəfa versin. Şəhid ailələrimizi, şəhidlərimizi görməyə gözləri yoxdur. Həmən bu adamlar araşdırma falan elə görsə şərəfsiz olaram. Çoxluq təşkil edirlər. Addımımızı güdürlər. Mən addımımı güdürlər. Şərəfsiz olaram, yalan deyirəmsə. Mənə qarşı bunu eləyənlər də şərəfsiz olar.
Düz deyirəmsə, şərəfsiz olurlar, bir qeyrət olarlar. Onlar namusdan, qeyrətdən xəbəri olmaz. Yoxdur. Yoxdur vəbşi. Yalan ifadələrdir bunlar hamısı. Teymur şəxsən özü mənə hissəndirib marketdə. Özü orada olub. Hədə qorxu gəlir, pulla satın alır. Pulla satın alıb şahid. Pulla satın alıb Əhmədə bir butulka arağa ifadə yazır. Xahiş edirəm. İstinta başına qərarısı. Cənab Baş Prokuror. Marketdə olan mən sənizə daxil olmuşam. Cəmi yarım saat, 25 yarım saat. Cəmi məhkəmə özü də bilir. Cəmi 25 yarım saat. Onlar 3 saat, 2 saat deyirlər. Cəmi yarım saat. 25 dəqiqə, yarım saat. 25 dəqiqə dedilər, bilməm, yarım saat patolog mübahisə olub orada. Mən içəri girmək kamera, çöldən 2 də kamera çəkir, opşu hər yeri çəkir. İçəri, necə sən maşından düşürsən, içəri deyirsən, hamısını çəkir. İçəri daxil olsan, 3 dədə, 4 dədə, 2 dədə bilməm, içəridə kamera var. Hər yeri opşu götürür. Teymur mənə kamera, telefonda çəkəndə içərinin kamerasını mənə çəkir. Həm Teymur çəkir, həm çəkir. Bəs hanı o anlar Teymur, mən siqreti necə alınmır? Mən içəri daxil olum. Bunlar araşdırma aparasın. Mən işim araşdırma aparasın. Düzgün istintaq aparasın. Xahiş edirəm, mən düzgünü üzə çıxasın. Yeni qanunlarımız var, deyirsiniz. Mən inanıram. Korrupsiya, o birisi, bu birisi. Hamısı var. Hamısı. Qanunlar var, təmiz. Cənab Baş Prokuror, Baş İstintaq İdarəsi, Cənab Prezident, hamımızdan xahiş edirəm. Mənə şər atıblar. Mənə ömür boyu şər atıblar. Heç vaxt cinayət eləmişəm. Hamısını araşdırılsın. Mən sübut edəcəm 2007, 2008-də, 2009-da nə necə olub. İndi nə necə olub. Mən əlimdə sənədlər var. Hamısını oxuyub əzbərləmişəm. Bax, hamısı sumkamda var. 2007-dən, 2008-dən, 2009-dan hansı cəza verirlər, nə ediblər, nə alıblar. Hamısı sənəddə evdədir. Özümü kəsmişəm, doğramışam, acılığı eləmişəm. Necə mənə beləncə əziyyətlər veriblər. Hamısı məndədir. Bax, buradadır, evdədir. Araşdırma aparın, məhkəmələri, istintaq idarələrinin hamısı. Kimlər mən işimi aparıb, hamısını araşdırın. Yalan danışın, mən həmişə şər atıblar. Şər atıblar. Mən heç vaxt cinayət eləməmişəm, heç vaxt. Mən əlimə nəsə görəndə özümü kəsirəm. Mən yadıma düşdü. Mənim yanıma kim gəlmişdi? Akif müəllim, tədqiqatçı. Həqiqət xanım zəng vurub mənə tapşıran şey, onun həmsi ona şey atır. Yazıdadır Akif müəllim. Yazıdadır Akif müəllim yadındadır. Akif müəllim. Həqiqət xanım yazıdadır. Mənə şey atdığına görə üzü hissətdir düz məndən. İndi oyunu bu cür oynayıblar. Nə deyəcəkdim yadımdan çıxdı. Nə deyəcəkdim yadımdan çıxdı. Akif müəllim, siz gəldiniz həmin gecə ora. Cəmi yarım saat mübahisə olub. Əlimdə lez baba idi, hə. Və dillə mənimdə teşvik olub, tapança olub, nə olub, teşvik olub, nə olub. Özümü atmışdım, qan çıxmışdı ya buradan. Sən beləncə şey elədim, belə təmiz atmağı beləncə kəsim, ancaq atmaq fikri ilə toxundurmuşam, kəsmiş mevzudadır. Oradan sizi düşdüz maşından, ben sizi tanıyan kimi soyudum, yadınızdadır. Çünki siz yaxşı adam kimi tanıdığımı görə soydum. Hakim müəllim necə siz ora gəlir, sakitləşdirdiniz mənə. Lez vurdum, aparacaq, problem yox, baş verirəm. Aldınız məndən atdınız, elə deyil. Sonra sizlə gələn orada bir də zabit var idi. Bilməm kim vardı, o yadımda böyle yaxşı adam idi. Mənə söhbət edəyilər, mənə sakitləşdirə apardınız ki, özümə nəsə eləməyim. Yazıdadır, eləmək istəyirdim ancaq, hə? Əlimdən lez var, eləmək istəyirdim. Onu da özümü kəstirdim, nətər oldu? Siz gəlməsiniz, onu eləyəcək. Getdik Xəyal Qaqamın, Allah cəmi şəhətlərimizə rəhmət eləsin, qəbirlərindən adı olsun. Xəyal Qaqamın düz zaborunun yanında, şəhər xiyabanının zaborunun yanında dayandı həmin o afserlə söhbət edir. Mənə döyüş yollarına, qəhrəmanlıq eləməyimdən bildiyinizi, hamısını düz bilirik. Bizdə hamısı sənədlərim var, hər şeylə biz tanışıq. Əsəbləşmə, özündən çıxardıb, ev yox. Yəni ki, sakit ol, ehtiyatlı ol, əsəbləşmə, beləsinə.
Tanıyırsan, dedim, hə, Xəyal qaqamı tanıyıram, yaşlı qardaşım idi, yaşlı qaqaş idi, məndən balaca idi. Ancaq çox bayıq o uşaq idi, danışırdım da, hörmətli uşaq idi, qaqamız idi, şəhid oldu, Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Sonra mənə 30 maşına, Akif müəllim, öz yanımızda apardıq evə, getdiniz mənə evə. Gec sakit ol, hər şey yaxşı olacaq. Evet. Və bu nədir mənim başıma gətirdilər? Cənab Prezident, Akif müəllim həmin təhqiqatçı Həqiqət xanım zəng vurub deyən ki, onun əmisi olan qaziyinə görüb, onun əsəbindən istifadə edir, ona şəhər atıb, atasının yurdun hərinə keçməkdən fakt elədi. Subut eləyə bilərəm hər şey. Cənab Prezident, başlayaq mənə kömək edin, subut eləyəm hər şey. Mən ömür boyu cinayət eləməmişəm. Cinayət eləmişəm, o cinayəti sənə Qarabağda qırıb tökmüşəm, baba sənətlər. Bu mənim əlilliyimin təsdiqi. Prezident Abadi Nazirə Kabineti altında müayinələri keçmişəm, ekspertiza hamısını. Həqiqət xanım İsmailova, qadınlar, Bakıda mənə xanımlar yoxlayıblar. Xanımlar. Başımı yoxlayanda dedim, xanım nə var orada? Neysə var şey, nə var şey, nədir ki o, nəyə baxırsın? Dedi, var. Var dedi qardaşım. Var qardaşım, var. Dedim, belə şeydir. Dedi, yox. Dedi, yox. Həmən sənədlər də evdədir. Həmən sənədlər də, baba, bunlar mənim döyüş yoldaşlarımın şahidli ifadələrdir. Allah hamısının canını sağ eləsin. Ölənlərimizə Allah rəhmət eləsin. Komandirimiz Hüseyin Elpərəs, Qarakəmər hissəsi. Sıldıran döyüşlərində, Akrujində neçə də xarici millət nayomilik kimi vuruşan erməni öldürdü. Onu avtomatla nişanlı vura bilmədilər. Onu qranatla vurdular. Qardaşım şəhid oldu. Qəhrəmandır. Qəhrəmandır. Qəhrəmanlıq verim. Şükürova Əsəb. Salamlayıram hamıda. Mehmin hanım. Almazov Mehmin hanım. Əbil Fəz, hamı salamlayıram. Əzizov İbar, Cəmiloğlu. Şakir Şəmkirdən. Sabirabaddan Erşad. Şəkilimizi paylaşmışam TikTok'da zaten yoxsuz. Çıxın gəlin bir də söhbət edin. Nə olub? Elə olacaq olmuşam ki, hə? Nə gəlib görüşmüşsünüz? Gəlmişsiniz buralara. Gəlin görün otağın söhbət edin. Görün mən. Yəni ki, siz hamınız qardaşlarımsınız, problem deyil. Musadıyım. Gedəb edin. Qoca ucardan. Nə tərsiniz? Yaşısınız. Şəkilləriniz var hamımızın. Baxıram, arada yadıma sallam, belə. Nəsə elə belə olmamışam. Yalnız qardaşlarım, elə belə olmamışam. Belə şərəfsizlər döyüşlərə qalxıb qaçanlar. Görürsünüz nə var Allah. Çoxluq təşkil edirlər. Çoxluq təşkil edirlər. Gəlin görüşəlim bir otağın söhbət edirəm. Belə ki, İbadla biraz sporumuz adımız olur. Özüm bilirsən ki, var. Mən özümdən çıxanda, öz əzimin də yanında özümdən çıxaram. Başım çönür. Başa çıxaram. Xalir, nə tərsən? Səryandan. Hopda boyda işləyən Xalir, nə tərsən? Yadındadır. Bir yerdə çörəcək deyib ki, gəlmişəm yanıma, içkili olmayacağım, kayıplı olmayacağım. Evi yok kaka, evi yok. Qarabağda 2 tane adım yadınızdadır. Mehmanın səyində döyüşdə İbad, Azər, Şakir, Qadana, nətərsiz, Şakir, Qaqam, Nadir, başqa döyəm, adamda Nadir. Elpəsdən sonra komandir oldu da, elə deyir, eşitmişəm, minə düşmüsən də, minə. Əvun yoxdur, eşitmişəm, qarşısın, Allah şəfa versin, qardaşım. Allah şəfa versin. Qadana. Komandirimiz Etibar İlyasov, nətərsiz? Yadınızdadır, hansı döyüş idi o? Hamı qaçırdı, biz yüksəkliyə alanda
Döyüşçü sizlə çiyin-çiyniyəm. Pekamı qoymuşam yani. Söndürdü. O dadaş, qabaqda erməni ilə döyüşürük, üzbəüzük. Döyüşürük. Mən ancaq əvvəldən düz gəlməmişsiniz. Sonra döyüşdə gördük ya bir-birimizi ki, mən sizin gözünüzdən oxudum ki, mən nətər olanam. Ən ki, özümü tərifləməm. Sadəcə olaraq Azərbaycanda beləsinə bu şərəfsizlər atıb qaçıblar, gəlib oturublar. Mən Qarabağda, Ağdamda yaralanandan sonra kontuziya olmuşam, nə varmışam, bilmirəm. Yəni ki, bizi yığdılar, Gəncəyə göndərdilər. 94 idi, necə idi, Gəncəyə göndərdilər. Sürət, dövlət sevişəyəndə. Yadınızdadır qardaşlar, hansız idi? Maşından tullananda qısısındır, qolsundur, bilməm çıxdı, nə vardı. Sözləşdi, tullandı, əmr verdilər, silahlar təhvil verir. Qarabağda erməniyə silahlar təhvil vermədi. PK Pulamyurt orada əlimdən yerə qoymaq istəmirdim. Heç bir silahımı qoymaq istəmirdik. Qardaş qanını tökdürmədilər. Silahlar qoydular, sürət bizi girov götürdü. Maşına yüklədilər bizi. O fikirləşmirdi ki, bizi kimi oğlanları maşına fikirləşən, biz tək başına ermənisinə gedib, tək qırıb çıxıb köyə gələn oğlanlar. Bizə əli qolu bağlayıb aparmalıydı. Yazılı sözləşdik 344 başında tullandıq. 27 nəfərdir, neçə nəfərdir bizim uşaqlar orada. Tullandıq maşınla qaçdıq. Yadınızdadır? Yadınızdadır. Səpələndik evlərə 344 getdik elə hərbi çıxaraq. Gəncən Günəşli kəndi hardır? Qardaşlar, vallahi yanınıza gəlməsən, yadından çıxmamışsınız. Həyətə giririk də, qardaşlar çıxır qarşımıza, hərbi formalı. Sürət sinir dəstəsindən ödürüz. Yəni ki, bizi elə qarşıladılar ki, mən sonra nədir, nə olub, dedim, arkadaş, beləncə bir haqqı hesabıdır. Maşından tullanmışım, maşın gedir, beləncə nə olmuşum. Kim gedir? Deyəsən, İbad edim, mən edim. Kim idi orada? Çoroğlu, sən edin də deyəsən, evdə bizi saxladılar olar. Gəncədə bizi saxladılar, Gəncədə. Evlərində sağ olsunlar, anamız, bacımız olsun, ana bacıları. Bacı telefon yerləşdirdi, telefon nömrələri verdi. Gəncədə quş-quşlarla hərbi formada olsa bilməzdi. Yəni ki, ancaq hər yer sürətli adamlar idi. Ancaq evdən gəlib mülki formu ilə çıxmalıydıq. O qardaşların bacısı o telefon yerləşdirdi, səhv eləməmsə, nömrələr götürdü, zəng vurdu, gəldilər dallarımızdan, götürdü. Elə bu mənə əfərim gəlmişdi dalımızdan, atamla, rəhmətli atamla. Allah lənə rəhmət eyləsin. İbad, bəzi şərəfsizlər danışırlar ki, mən atamla heç bir mübahisəni sanım olmayıb, yalan söhbətdir, mən nüfuzdan salmasını edirdi o söhbətdən sonra hamısını, sənətərdir. Atam xəstə idi, rəhmətə gedib, sənətərdir. Deyir ki, o bilir ki, evdə də mənə gör xətimi nə qədər istəyir ki, döyüş yerinə mən pozisiyaya gəlib çıxır deyir mən. Mən yanma, pozisiya deyirəm, gəlmə gəlirdi. İbar. Çora ol. Ağaç şükür ol. Görən deyirəm. Sizə yalan deyiblər. Namusdan xəbər olmayanlardır. Havasına vat eləyərəm. Sizə subut deyirlər. Qaqa. Görün nə deyirəm. Mən hissənib özümdən çıxa bilirəm. Ancaq mən atama qoyduğum qiyməti heç kim qoymuyor. Mən atamı çox istəmişəm. Atamın dəqiqə həmin o naxalqalar, şərlər həyatımə rahat bıraxmır. Siz ki məni tanıyırsınız. Siz ki məni tanıyırsınız.
Qaqa, siz kim mənə tanıyırsınız? İvadı, mən həmin qardaşım, Süleymanım, qaqa. Sənə deyim ki, qaqa, durmaq istəyirdim, qaqa, durmuyor, qaqa. Hamımız niyə gedək ki? Uzanmışdı, alaqarada çoğun idi. Mehman Hüseyinə gedəndə beləncə hamı uzanmışdı, batalyonlar hamı beləncə. Qabaqdan teşvik atırdı, Neqr. O Neqri aparan maşın şoför də mənə tanıdı. Onun oğlu Allah rəhmət eləsin cəmi şəhidlərimizə, qəbirlərin ondan da olsun. O qardaşı da salamlayıram, Ələtdəndir. Mənə gördü, tanıdı. Mən qardaşım oğlu ilə, bacım oğlu ilə, Orxan Kamal Quluzadə, Kamran Dadaşzadə ilə bir də döyüşüblər, şəhid olub. Oğlu qonaq gəlmişdi, tanıdı. O gözəl bir anlardı. O şoför imiş, Neqrin dayıcan o gəlmişdi. Stol başında mənə tanıdı, bir 10-15 nəfər qardaşların içində, hamısı qazilər, döyüşçülər, kəndimin uşaqları, mərvətli uşaqlar oturmuşdular. Teşvikan susma alınan hissi o dilərim də mən. Amma övünmək üçün danışmıram. Övünmək üçün danışmıram. O qədər şərəfsizlər məddlərə qarşı çıxır ki, məcbur deyəsən ki, siz özünüzü tanımalısınız. Həmişə özünüzü tanıyın dedim. Biz bu, yaxşı oğlan olmayan oğlanın o hərəkətlə başı için deyəsin onu. Allah evdən özü rəhmət eləsin. Mən atamı dünyalar qədər çox sevdim. Dünyalar qədər çox sevdim. Kiçik qardaşım da rəhmətə getdi. Deyəsən, yenə naxalqadır, həmişərdir, nədir? Düzü qoşul, tezə çıxmışam məncə. Qardaşım xəstə idi. Sağ olsun Səhiyyə Nazirindən mənə kömək elədilər. Orada bir qardaş var. Allah kömək olsun. Belə problem yoxdur. Qardaşımın xəstə idi, o köməkliyi elədi. Bakıda müalicəsini zadını elətdirirdim. Təqaüdümü, pensiyamı hamısını olsun xərcləyirdim. Unibanka borcum vardı, borcu saxladım. İndi mənə 3000 borc götürmüşdüm, 600 manatın ödəmişdim. Qanun o dəfə də bir şey eləmişəm, bilməm. Məndən 7000 zat pul çıxırlar, nağarlar, mən bilmirəm. 600 manatdan sonra ödəyə bilmədim. Qardaşımı apardım Bakıya, ora, bura. Bu şeyi eləyəndə bilirlər mən o qoruyuram, saxlayıram. Hər bir şeyi mən eləyirəm, hər bir şeyin. Uşaqlar, kətbaza, siz bilmirsiniz, o hamısını mən eləyirdim. Mənlə cəza çəkmə müəssisəsində, tibb məntəqəsində, orada olan uşaqlar hamımız bilmirsiniz. Mənə də pis oldum orada eşidəndə, üzümü də qırxmırdım, üzümü dəlliyə apardılar. Mən hələ də qırxmamışam üzümü. Ki, ilk götürürsünlər üstündən. Kim bilməsə də, çoğunu deyən, çoğunu. Kim bilməsə də, siz bilirsiniz, hamısı göz qabağında olan şeylər olub. Mən cəzaçəkmə məsələn, tibb məntəqəsində psixi dərmanlarla mən bir dəqiqə vəziyyətim xarab, yaman günə qoyublar mənə. Psixi dərmanlar psixi yox, yuxu dərmanları, əsəbləşmək, obusu, babası, hər şeyi fikirləşib. Qardaşım öldü, kiçik qardaşım. Allah ölənlərə rəhmət eləsin, Allah qəbirlərin oradan da olsun. Qardaşımı da öldürdülər bunlar. Görməyə nə qədər zülmə veriblər, bu şərəfsizlər. Gəlin görüşüb eləyər də yaxşı, qazanlar, hər şey. Belənci də qurtarı getdi. Cənab Prezident, qazanlar, düzüzü bilməyəcək. Cənab Prezident, Mehriban xanım Əliyeva, Leyla xanım Əliyeva, Heydər qaqam,
Cənab Başbakan, Kamran Əliyev, Başdan İdarəsi. Mən işimi araşdırdım. Bəsdir, nə da mən qəyət deyilib, gedib vuruşmuşam, nə almışam. Elə çıxır adam, elə demək istəyir. Mən bu vəziyyətə düşmüşəm. Mənə şər atırlar. Ömür boyu şər atırlar. Niyə 2008-dən, 2009-dan bəri heç bir cinayət eləməmişəm mən. Alın, oxuyun sənədləri, görün. Bu cəzaları niyə veriblər? Xahiş edirəm sizdən. Alın, oxuyun, görün bu cəzaları niyə veriblər? Həsənov Teymur Təvəkküloğlu'nun dayısı İmaməddin Abbasoğlu müstəntiqlərin dostudur. Bir ələ işini vurdular. Hüququ elə yazırlar, elə pozurlar ki, elə adamı cinayətkar kimi. Bunu araşdırasız xahiş edirəm. Niyə görə verilmişində bəzi şeylər var. Mən qalıb pulumu almaq üçün döyüş yoldaşlarım, qazi yoldaşlarım deyir ki, almadığımız hissədən qalıb pulları məhkəmə yolu ilə bilənsinə alma oldu. Mən İqtisadi Məhkəməsinə verdim. İqtisadi Məhkəməsi Müşüm çox sağ olsun. İddianı düzgün yazmamışım. Yazmışım 92-dən xahiş edirəm. Ödənsin ora düz yazmamışım. Mən iddia qaldırdım, o verdim Şirvanşəhər İstintaq Məhkəməsinə, İqtisadi Məhkəməsinə. Müşüm deyir ki, sən burada 92-dən yaralanma günündə, onda sən 50 yalan günün bu vaxtı. Şimdi qanun var. Neçənci ildən neçənci ilə kimi Prezident Akademiyasında müharibəlliyi öyrənilir. Belə iddianı dəyişək, iddianı sən düz yazmamısan. Dedim, problem yoxdur. Mən milyar almağa gəlmişim. Özüm üçün həyat qurmağa, nəsə evlənməyə, ev eşiyimi almağa, olursun, eləməsin, indən belə. Bu istəyirəm ki, dövlətimiz tərəfindən bunlar mənə də öyrənsin. Mən də eləsə eləyim. Mən hüquqşünas əleyhinə müsahidə etdim. Yazırlar ki, filancan xahiş edirəm, filan kimi mən almadım istədən, filan ildən filan. 2000-dən neçədən kimi Prezident təqaüdü bir müharibəlliyi ödənilməsi qərar çıxartılır, qoyulsun Səyyarə Sosial Müdafiə Fondunun üzərinə şikayət verdilər, onlar apellyasiya məhkəməsinə, Şirvan apellyasiya məhkəməsi hətta oradan nümayəndə. Həmin o məndən şikayətçi olan Şükran korrupsiya ilə quyruğu nəziblə çıxarırlar çölə. Elə bir şərəfsiz zərməyə qarşı belə bir şeylər elədilər. Ali məhkəməyə kimi çıxartdılar. Apellyasiya məhkəməsi hakimi İlham müəllim desin, Abbasov verdi komiyası, Əsədov verdi, Abbasov verdi. Sağ olsun, onu damladılar. Dedi, damat barışıb, qəhrəmanlıq edib, yaralanıb, sağlamlıq edib, görmürsünüz. Danışır, əsir əlləri oldu başqası. Verin pulun geçsin nəsə, gün ağlasın. Oradan bu bir iki ev çıxdı, həmin o Şükran çöldə çıxa-çıxa öz maşını ilə getdim, mən çıxdım, yol maşını ilə gəldim. Və o öz maşına gedən kimi müayət ki, yox, bunlar işə düz baxmır, nağar mı, neynəmir. Ancaq halbuki deməyəcəm nə olar. Ona deməyəcəm. Mən bilirəm, çox pula görə nəsə eləyibdir. Mən o bilirəm. Gözəl bilirəm, ancaq o deməyəcəm. Nə necə olub, nə tər olub, nə eləyib. Verdilər ali məhkəməyə. Vəkilim olmadı, düzdür. Vəkilim olmadı, nəqli vəkil. Orada vəkilsiz mənə durub iki kəlmə öz bilir, vəkil gələk iddianı edildi. Orada məsələn, o səhv yazdığım iddia yoxdur, 1992-də. Ona əsas tutub ləğv ediblər. İndi onlar da çəkindiyinə görə mən hər işimi deyirlər, sarvat edirlər ondan. Mən bu işimi də ali məhkəmə bax, bu aclıqda ali məhkəmə getdim, çıxdım. Aclıqda, bu dəfə ali məhkəmə getdim, çıxdım, aclıqda.
Çay edinəm nə qədər aclıq edim, yaman gündə ağzım, burnum quruyub, çöpə. Beləncə qalmışam. Yəni ki, vəkilim də var. Vəkil də qoyub. Bu çıxacaq, adam öldürəcək vəkil edir. Sən cavab verir. Kimi öldürmüşəm? Kimi balta ilə vurmuşam? Özəki həmin hakim, baba bu işdir, baba bu işdə mən hansı ki, baba amnisiyasına çıxmışam, baba bu işdə. Cənab prezident. Cənab prezident. Və iddiamı, vəkilin sənədləri yazdıqları buradadır. Düzgün yazmışdı iddiamı o. Oxumuşum, yəni ki, həmin marketdə əsas girlərin kəsilib atılmağı, hamısına göz yumulub, yalan ifadələr var, göz yumulub. Sənədlər evdədir, vəkil sənədləri. Ancaq vəkildən Ali Məhkəmədən sonra imtina edim. Dedim ki, sən məndən, sənə evimdən sənə pul verirlər, qoyurlar, mənsin. Sənə belə şeylər, xəsin nəzarətlə dəydim. Ağır Cinayətlər Məhkəməsinin hakimidir, yaşlıdır. O, mən eşitdiyimə görə siz Ali Məhkəmənin hakimi, Ağır Cinayətlər Məhkəməsinə gəlmişsiniz. Ağır Cinayətlər Məhkəməsində keçmiş elədiyi səhvi açıb ağartmaq istəyirlər. Cənab prezident, sizdən xahiş edirəm. Cənab Mehriban xanım Əliyeva, Heydər Qaqam, Baş İstintaq İdarəsi, Ombudsman hüquq qoyucuları, Səbinə xanım Əliyeva, sizdən xahiş edirəm. Araşdırma aparırsınız, istintaq, mən xahiş edirəm. Mənə hələ qorxu zad da gəliblər. Bu danışdığıma görə mənə qarşı nəsə eləyəcəklər. Mən dərhal bunları alıb çökmüşəm evə. Mənim cibimdə ancaq bunlardan olur. Dərhal başımı kəsəcəm. İspat eləsəm, ölməmişdən qabaq onu canlı da atacam. Biləsiniz ki, mənə qarşı bu danışdıqlarıma görə nəsə eləyiblər. Bu mənim Çornumdur. Çornu tanıyan var. Çornumdur. Buyurdur mən, buyurdur. Buna bax. Bir də verirlər, gözündən. Sağ olun. Cəm Azərbaycan Respublikasının vətəndaşları, qeyrətli ana-bacılar. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Allah cəm qazimizə şəfa versin. Qəbirləri nurla, cəm şəhidlərimizin qəbri nurla olsun. Məşənləri cənnət olsun. Allah olan yaxınlarına səbir versin. Allah cəm qazimizə şəfa versin. Cənab prezident, Mehriban xanım Əliyeva, Heydər Qaqam, Leyla xanım, Arzu xanım, Cənab Baş Prokurorumuz Kamran Əliyev, Baş İstintaq İdarəsi, Ombudsman Səbinə xanım Əliyeva, xahiş edirəm, haqq ədalət mənə üçün də tapılsın. Qadınlarım, sağ olun, var olun, üzrü bilin nəsə, ola bilər, xahiş edirəm, çox sağ olun. Danışan milli qəhrəman Qazi Dadaşov Süleyman Əldosanoğlu, milli qəhrəman mənə verməyiblər. Mən özümə dedim, onu fəxr edirəm. Onu mənə verməsələr də olar, mən onsuz da o qadınlara müzəyə bilin, qadınlarım sağ olun.